Herkese salam qızlar. Bu video yəqin ki ayrıcı olacaq. Böyük prank videosu buydu. Hamısı bağlamalar ümumiyyətlə Muklokda. Ona görə gəlin çox gözləmədən açaq. Demək olar hamısı Teymur'dur. Sadəcə 2-3 dənə video bağlamaq da var. Hamısını yenə də artıq şəkillərini əlavə edəcəm. İlk öncə kanalıma abunə olmağı və məni dəstəkləməyi unutmayın. Dəstək olmağı unutmayın. Zəhmət olmasa da çox sevinəcəm. Sizin üçün sadəcə bir klikdir, sadəcə bir düymə amma mənim üçün çox önəmlidir. Yəni mən dəstək olsanız daha çox belə videolar çəkərəm. Daha çox da motivasiya olaraq. Təşəkkür edirəm. Gəlin baxaq. İlk olarak burada nasıl başlayalım? İlk olarak bu bağlamadan başlayalım. Size gecələmişdim. Yanlarını əvvəldən sipariş etmişdim. Bildiyiniz kimi gömücə problemlər var idi. Ona görə biraz gecikir. Ama artıq hamısı geçtiği üçün elə hamısı birdən gəldi. Hani dedim bu videonu çəkəm. Deməli ilk olarak bu belə bir diş fırçası üçün qatdı. Sırf travel üçün, yəni hər hansı bir yerə səyahətə gedirsiniz. Yaxud da harasa qonaq gedirsiniz, rayondan gedirsiniz və s. Bundan istifadə edirsiniz. Diş fırçanızı yerləşdirirsiniz bu qablara. Gəlin sizə göstərim. Qapaqları açılır. Baxın, belə bir içərisində rezini də var. Bura taxırsınız. Və harasa astırsınız. Yəqin ki, bu onun üçündür. Hərəsində bir ədəd var. Biri bozdu, biri ise rozlu. Birinin yoldaşıma, birinin özüme sipariş etmişim. Ama içi genişti aslında. 2 tane de sığar. Ama biraz yani giyenik olarak düzgün değil. Çünkü siz özünüze vermez savaştık. Ona göre ayrı-ayrı almanız daha məsləhətdir. Əlavə edirəm burada artikulunu və fotosunu da. İstəsəniz keçid edib baxarsınız da. Minnesima adelimə belə bir sipariş etmişəm. Burada bilirəm nədir. Burada futbolka və şort olmalıdır. Yenə də biraz böyüyün eləmişəm ki. Uşaqlar çox tez böyüyür. Bilirsiniz yəqin ki. İnanırsınız bir dəfə geyindirirəm. Nəsəsə gün baxıram ki o paltar artıq ona olmur. Yəni maşallah maşallah uşaqlarımız da ki tez böyüsünlər. Burada 12-18 ayda amma inanırsınız birazdan bunu artıq geyinəcək. Çünki uşaqlar həqiqətən tez böyüyür. Burada yine de Adelkam üçün bir dərs sipariş etmişəm. Boşluq. Deməli burada yine de yay üçün burada bodylər olmalıdır. Məsələnləmsə. Hə, bodylərdə. Burada 5 ədəd body idi. Çox sərfəli idi aslında. 5'i səhv etmirəmsə 30 manat idi. Yenəcəsi belə bir qiymət idi. Materialı da qəşəngdir aslında qızlar. Yani yağacağım onsuz bir dəfədə maksimum yağacağım. Material çox qəşəngdir. Polyesterdə dostum, 3% polyesterdə. Baxın 1, 2, 3, 4. Ay nə şirindir qızlar. Və 5. Yani polnu yayda idarə eləmək var. Bunu da 12-18 eləmişəm. Yəni bağlamanı adətlər çalışmaq var. Neyse sırada sadece bu bağlamalar sırf biraz ehtiyat edirəm qarşısına. Çünki başqa bağlamayan deyə bilişir. Bunu da zədələyə bilər neysə. Deməli bu mənə çox maraqlıdır. Bu nədir belə qızlar? Belə bir paketdir. Bax görək tərsinə var. Ay mikrofon. Kızlar nihayet ki mikrofonum geldi çattı. Aslında nihayet de deyirəm bu mikrofonu aslında hiç bir ay olmaz sipariş etmişəm. Az bir vaxt istəyirsiniz gəlin sizinlə sınayaq. Gəlin baxaq görək necə işləyir. Əgər bunun zayatkası varsa işte kırmızı yaşlı yanır kızlar ama yoxlayacağım. Bakın telefona buradan birleşir.
Əgər olsa, elə bununla davam edərəm çəkim. Yaxşı gəlir. Sonranı artıq mikrofonla çəkəcəm. İnşallah yaxşı alınar. Əgər siz də dəstək olsanız, daha çox həvəslənəcəm. Daha videolarım üçün daha yaxşı, keyfiyyətli əvəzmətlər alacağım. Bu bilirsiniz də mikrofona keçir ki, küləyə və s. belə xışıltılar və s. olmasın deyə bunları saxlayaq. Sonra istifadə edərik. Bu onun adaptörüdür. Mövzisi və iki dənə olandan sifariş elədim mən. Məsəl üçün kimsə olarsa yanınızda adı verirsiniz və yaxud özünüzdə zapasda qalsın. Nədir? Sıradakı, deməli qızım üçün belə bir şey almışam. Bu üzməyə falan gedərsə, islanmayan, sırf baseyn dəniz üçün olan bir şeydir, badquznikdir. Yəni bunu pampersin üzərindən geyindirirsiniz. Yaş etmir, səhv etmirəmsə. Yəni sırf onun üçün, sırf su üçün nəzərdə tutulur. Məncə olacaq. Bu zaten standart biraz müəyyən, səhv etmirəmsə. Yəqin ki standartdırsa olmalıdır. Yenə Adel. Yenə Adel. Yox, bu artıq mənimdir, səhv etmirəmsə qızlar. Bu sırf yay üçün. Yox, Adelindir. Ay ne şirinler. Bu birazdan olacak kızlar. Bu kombinezondur böyle. 12-18 tipi da. Böyle bir kombinezondur. Onun için sipariş eləmişəm. Bu sırf nazik bir materialdır. Materialı nədir? Qərəsidir. Yəni poliester. Ama yəni sırf belə elə yaylıqdır da. Yəni yayın ən belə isti günlərində geyinə bilər uşaq. Yəni uşağım qış uşağıdır deyə qışda olub onun heç bir yay paltarı yox idi. Növbəti bu deyəsən mənimdir qızlar, amma yenə də yanılmayaq. Aha, bəli, bu mənimdir. Bunu da özüm üçün sifariş eləmişəm qızlar. Bu platiye idi ya da kombinezon. Bax, kombinezon olmalıdır elə bu da. Hə, kombinezondur. Əlavə edirəm sizə artikulunu və fotosunu. Materialı yaxşı görünür. Yəni yay üçün məsəl üçün idarə etmək olardı. Zaten yayda mən çox kaprizli deyiləm paltarlara qarşı. Zaten ülkələrin yenilərini alıram, sifariş edirəm. Bu da polyester. Burada balaca bir bağlama var qızlar. Mən deyəsən bilirəm bu nədir. Gəlin baxaq. Bu səhv etmirəmsə qolbaq idi. Nəsə aksesuardır. Deyirəm, məndə qolbaq olmalıdır məncə. Çünki bunu əlavə etdim o sifarişə. Bilirsiniz də Temu'da misal üçün orada gəlir ki, sifariş etmişkən nələrsə əlavə etmək olur. Hə, buradan görünür. Gəlin gəlsin çünki daha da açılmır. Deməli, baxın. Belə bir çipoçkadır, setdir. A hərfi ilə mən Adeli düşündüm, ona görə bunu sifariş elədim. Baxın, A. Və belə bir qolbağı da var, bu da A'dır. Orada deyəsən başqa hərflər də var idi. İndi baxaram. Orada sizə özünüzdə keçid eləyərsiniz. Mən sırf A olanı sifariş elədim. Kiçik bağlamalara baxaq. Bunlar Trendyolda uçuyor deyəsən. Hə, Trendyolda bunları saxlayım. Hələ ki Temu'dan davam edin. Aha, yenə burada belə bir korobka. Korobka görəndə də sevmirəm qızlar. Başa düşürəm ki, orada nəsə maraqlı bir şey var. Eynəklər qızlar. Bunlar bilirsiniz nədir? Burada belə bir set şəklində eynəklər var idi. Gəlin sizə göstərim, baxın. Belə bir set şəklində eynəklər var idi. Çox sərfəli idi əslində. Mən düzü belə taxmadan heç vaxt eynək almıram. Amma bunları sırf risk elədim. Zaten dediyim qiyməti çox deyil. Əgər uyğun olmazsa heç nə olmaz. Bir dənə yoxlayım, gəlirəm.
Bu korичnevin rəngidir, bu isə qara rəngidir. Əslində bəyəndim, ikisini də çox bəyəndim. Amma deyəsən qaranın forması fərqlidir. Hə, biraz fərqlidir. Ona görə qaranı elə bil daha çox bəyəndim. Bu qızımındır. Spice. Adel üçün belə bir kupalnik sifariş eləmişəm. Qarpız formasında. Baxın. Əslində bəlkə də heç bunu giyməyəcək. Çünki mənə dedilər ki, kupalnik heç sənə uyğun olmayacaq. Amma bunun bir dənə olsun deyə heç olmasa aldım ki, yəni bir-iki dəfə də olsa heç olmasa geyindirəm, şəklini çəkeyim. Bilim ki, onun da kupalnik oldu. Növbəti. Hə, bir də onun üçün belə bir eynək və abadok sipariş etmişdim. Bunu açabilirsin. Baxın, belə indi çox açmıram. Belə bir eynəkdir və abadokdur. Sırf onun üçün. Bunu da yenə də çəkil üçün almışam. Təbii ki, yəqin ki, heç bunu taxmayacaq. Zaten taxması çıxaracaq 100%. Amma istəyirəm belə bir şəkildə olsun. Böyle şəkillərini çəkərəm. Bu da mənim balaşqamındır məncə. Baxın, deməli. Bu dəst olmalıdır deyəsən. Hə, dəst. Bu deməli futbolkasıdır. Bu isə onun üstüdür. Kombinizonu. Yenə də 12. Ha, bu 18-24. Hə, bunu 18-24 eləmişəm. Bunu düz eləmişəm əslində. Çünki məncə elə yayda bu boyda olacaq. Heç olmasa uyğun gələn paltarlar olsun. Yenə də yağacam. Bunların hamısını yağacam təbii ki. Birinci sonra işlədəcəm. Həmişə elə edirəm. Onu nəsə alsam ya sifariş versəm. Fərqi yoxdur. Buradan aldım sifariş. Temu bağlamamızda fikrim getdi. Son Temu bağlamamızı açaq. Yenə də yay paltarları. Deməli, bunlardan biri, baxın. Belə bir dəstir. Çox şirindir qızlar. Sizcə şirin deyil. Özü 9-12'dir bu. Birinci mən 9-12 almışdım hər şeyi. Sonra başladım dəyişdim. Ona görə böyle 9-12'dir. Bu əslində bu dəqiqə geyindirsəm elə olar. Amma ümid edirəm birazdan. Heç olmasa səyahətdə bunu geyindim. Baxın, çox şirindir. Mən ümumiyyətlə özüm bənövşə rəngi çox sevirəm. Qızım alında da hərdən çalışıram, hamısı yox, amma hərdən heç olmasa bu rəngdən nəsə alım. Nəysə, növbəti. Yəni, kupalnikdir demə. Kupalnik deyil, bu da belə bir dəstdir. Sadəcə olaraq bodisi belədir. Bir də papağı var. Ay, yadıma düşdü. Baxın, sizə fotonu qoyacağım. Foto. Baxın, papağı belə və bodisi. Bu da 9-12'dir. Yine de kızımın. Yoksa kızımın değil. Ha, kızımın. Bakın böyle bir bodylərdir yenə də. Maşallah. Yox, normal paltar oldu əslində. Toy sifariş eləməlik. Elə bunları geyindirim, qutarım hələ. Bu arada biraz qəribə qoxu gəlir, amma heç o da geyindirəcəm. Yuyub sonra geyindirəcəm. Yuyub ütülüyüb. Renkli, sırf yay üçün. Belə yarki, açıq renklər. Mən sevirəm belə. Bu qızımın da. Baxın. Belə bir, yenə də bodisi. Və onun papağı. Polna looklar yığmışam qızıma. Bu da 9-12'dir. Ay Allah, mən neyləmişəm? Bunlar olacaq görürsən. İşte olmasa bilmirəm. Olmasa da mən zorla bunu geyindirib heç olmaz şəkil edəcəm. Çünki hamısını çox bəyəndim. Növbəti bağlama Trendyoldan da artıq. Desəm ki, burada da qızım üçündür, daha inanmayacaqsınız. Bəli, burada yenə də Trendyoldan qızım üçün düşündüm ki, bu qədər şey azdır. Amma daha düşünmərəm. Hələ yenə var qızlar, səhv eləmirəmsə 4-5 dənə
paltarlar var, bir yerdə sifariş verdim. Elə bu idi, bilmirəm. Nəysə, girib baxaram orada. Burada da yenə belə bodylardır yay üçün. Burada sırf belə geyindirmək üçündür də. Burada artıq standart çox belə rəngli məhli eləmədim. Dedim heç olmasa. Deməli, bu SPF-dir. Açmağa ehtiyac varmı? Gəlin açın. Bunu o qədər paketləyiblər ki, əlbəttə ki, çox sağ olsunlar. Həqiqətən özü də uşaq məhsuludur. Belə şeylərə qarşı diqqətli olmaq lazımdır. Özü də SPF-dir. Günə falan, ora-bura dəyməməlidir. Yəqin ki, ona görə belə sırf çalışıblar. Çox sağ olsunlar. Baxın, ondan bu Stella'dan belə 50 plus SPF sifariş elədim. Araşdırdım ki, uşağa hər SPF olmazdı. Ümumiyyətlə 6 ayına kimi yaddaşım bitdi qızlar. Telefon sönüb, ona görə son məhsulu göstərə bilməmişəm. Baxın, son məhsulu axır ki, özüm üçün. Özüm üçün nəsə sifariş eləmişəm. Baxın, bu belə masajör daraqdır. Bana deməli qızlar, bugün bir dənə də bağlama götürdüm. Bu bağlama Gəlal nöqtəsində idi. Ona görə gedib götürməli idim. Götürdüm, ona görə bunu da həmin oyuncaqlar olmalıdır Adel üçün. Məncə analara çox maraqlı olur. Deməli, birinci ilk olaraq belə bir oyuncaq var. Fotosunu və artikulunu yenə əlavə edəcəm. Baxın, belə bir oyuncaqdır. Belə vurursunuz. Çıxır. Ay, nə maraqlıdır. Bu oyuncağı yəqin ki, çoxunuz görmüsünüz. Baxın, belə bir oyuncaqdır. Deməli, bu oyuncağı çox böyük ehtimal hamınız bilirsiniz. Sadəcə olaraq göstərim. Necə və yerinə qoyursun. Bu, yəqin ki, əslində biraz daha böyük uşaqlar üçün, amma yavaş-yavaş modeli göstərəcəm də hamısını oynasın. Sonra belə bir korobka var. Belə bir korobkada nə var? Maraqlıdır. Hamısını unutmuşam demək olar. Hansı iminli oyuncaqlar sifariş eləmişəm. Bu bildim hansıdır. Burada belə yığırsan üst-üstə. Oy, töküldü, dağıldı. Allah. Bir stiker də var. Bu kubiklərdir. Burada 3 ədəd kubik olmalıdır. Bir saniyə. Baxaq. Baxaq, gedək, burada nə var? Nədir? Bax, sənin kubiklərin gəlib, bax. Traktor. Baxın, 2, 3 dənə belə 4 bucaq kubiklər var. Sonra, bu oyuncağı da yəqin ki, hamınız bilirsiniz. Qoyaq kənara. Bu oyuncağı da yəqin ki, hamınız bilirsiniz. Bu ördək. Belə yığırsan bir-bir. Bunu açmıram. Sonra. Birinci bunu göstərim. Bu hamam üçün oyuncaqlardır. Bunları sifariş elədim ki, birazdan, indi hələ ki öz vanası çıxmır. Birazdan vananı dolduracağım. Bunlar da çarpmalıdır. Niyə çarpmır? Hadi. Oyuncaqdır. Shape sorting baby toy. Baxın, bunun üzərində şəkli var, necə bir oyuncaqdır. Gəlin, baxın, belə bir şeydir. Burada bu oyuncaqların hamısını öz yerinə yığır. Məsələn, 3 bucaq, 3 bucağa. Yumruya, ulduza gedir. Belə bu qədər. Qızlar, çox təşəkkür edirəm son kimi baxdığınız üçün. Sizin üçün zəhmət deyilsə mənim kanalıma abunə olun, videolarımı like eləyin, mənə dəstək olun. İnşallah daha da motivasiya olacağım siz dəstək olduqca və yeni videolar çəkəcəm. Yeni videolar çəkəcəyik və daha da maraqlı kontent hazırlayacağım.